Böyük Britaniya həbsxanalarında zorakılıq halları artmaqdadır və bu məhkumların reabilitasiya prosesinə ciddi zərbə vurur. BBC-yə istinadla xəbər veririk ki, məhkumların ailələri belə şəraitdə saxlanılan məhkumların azadlığa buraxıldıqda daha təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edirlər. Xüsusilə də İngiltərədə HMP Swinfen Hall həbsxanasında baş verən hadisələr bu narahatlıqları daha da gücləndirib. Hazırda həbsxanada 18-28 yaş arasında 600-ə yaxın kişi məhkum saxlanılır. Onlardan 130-u ömürlük cəza çəkir. Həmin müəssisədə son aylarda bir neçə zorakılıq hadisəsi baş verib. Həm əməkdaşlar, həm də məhkumlar hücumlara məruz qalıblar. Hadisələrdən birində bir nəzarətçi başından bıçaqlanıb. Bəzi kameralar gündüz saatlarında belə kilitli saxlanılır. BBC-yə danışan ailələr bildiriblər ki, bu cür hallar nəticəsində məhkumlar nə təhsil ala, nə də sosial bacarıqlarını inkişaf etdirə bilirlər. Onların sözlərinə görə bu vəziyyət nəinki məhkumların gələcəyini, həm də cəmiyyəti təhlükə qarşısında qoyur. Ədliyyə Nazirliyi isə bu iddiaları rədd edir və əməkdaşların təhlükəsizliyini təmin etməklə yanaşı məhkumların təhsil və inkişaf imkanlarını genişləndirmək üçün tədbirlər gördüyünü bildirir. Lakin ailələrin narahatlığı həbsxanalarda artan zorakılığın sistemli bir problemə çevrildiyini göstərir.